Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Aslanovdan bir tərəfi də DSK yolundan 92-170, bir tərəfdə də 91 marşrutlarından 100-150 metr, maksimum 200 metr məsafədə 2.2 sotun içində 2 ailə üçün tam uyğun, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Amin. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev satış üçün də tikicdə də tam standartlara uyğun inşa olunub. Yəni fundamenti tökülüb, qoşa daşdan kurqaboy qoşa daşdan inşa olunub, kəmərləri atılıb, yəni tam standart vəziyyətdə tikilib, istədiyiniz bir ustanı gətirib yoxlatdıra bilərsiniz. Ev həqiqətən keyfiyyətində problem yoxdur. Keçən ildə evin içi ilə tanış olaq. Gördüyünüz kimi bura giriş darvazasıdır. Həyətinə drapları qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı təhvil verilir ev sahibi tərəfindən. Keçən ildə evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Və burada girişdə görürsünüz, birbaşa buradan belə girişdir. Demək, aşağıda 2 otaq, bir mətbəxdir, yuxarıda da 4 otaqdır. Girən kimi istipoldu evin. Bütün otaqlar demək olar istipoldu, ikinci mərtəbə. Yəni, birbaşa yerdən də deyil. 2 dənə belə pilləkən çıxmaq mümkündür. Demək, qalxırıq, keçirik buradan. Böyük bir mətbəx. Böyük bir mətbəx. Baxın. Mətbəx. Nə boyda? Böyük. Baxın, bax, hörmətli izləyicilər. Yeyiç otu burada. Geniş bir mətbəxdir. Həm studiya kimi yaradıb, həm də belə genişliyi göz qoymadır. Mətbəx burada da nə istəyirsiniz, oturun, televizorda qoyursunuz. Ağ qapılardan istifadə edilib. Metlaqları gördüyünüz kimi ağdır. Ayaqaltıları istipoldur, yəni hamısı ağ metlaqlardan istifadə olunub. Buradan keçirik. Bir dənə zala bura. Buranın da ayaqaltısı istipoldur, hörmətli izləyicilər. Yəni, görürsünüz, burada aksesuarlar yoxdur. Fikir verirsiniz. Yəni, burada ayaqaltı istənməyə hamısı birbaşa ayağın altına istənir. Burada təxmini haradasa 28-30 kvadrata yaxındır. Yuxarılar da apşifliklə yığılıb ki, havalanma yaxşı olsun, hörmətli izləyicilər. Burada aşağıda bir dənə otaq var, yataq otaqdır. Buranın da ev sahibi laminatını vurub verəcək. İstipolda çəkilib. Aboy vurub, bir dənə bura aşağısı qalıb, onu da laminatını ev sahibi vurub verəcək. Məsafədə arxadan 1 metrdən çoxdur. Yəni, o bir evlə çoxdur. Burada ortada da bir dənə hasar var. Yəni, görürsünüz, hörmətli izləyicilər, hamısı qaydasında tam standartlara uyğundur. Yəni, evin pəncərəsinin, havasını dəyişmək mümkündür. Hasardan da əlavə, o anda da 1 metr ev, 2 metrə yaxın məsafə var. Burada sanuzel hissəsidir. Görürsünüz, aksesuarlar da qurlaşdırılıb, kafel metlaqlar vırılıb, hamısı qaydasında. Keçən ildə hörmətli izləyicilər yuxarıdakı otaqlarını tanış olaq. Demək, burada 2 otaq, bir mətbəx. Mətbəx geniş, zal geniş, bir yataq otağı. Tam, yəni təmiri vəziyyətdə. Qalxırıq yuxarı, hörmətli izləyicilər. Qalxandan sonra buradan görürsünüz, 2 ailə tam burada qala bilər. Ata, oğul, bacı qardaş, 2 qardaş, yəni tam standartlara da uyğun inşa olunub. Kəmərləri vırılır, hamısı qaydasında. Bu da 2-ci mərtəbənin dəhliz hissəsi. Dəhlizi 1.50-1.60 olar. Yəni, eynidir. Demək, girən kimi sağ tərəfdə 30 kvadrata bir yaxın qonaq otağı, geniş pəncərələr, şəbəkə ilə 30 kvadrat. Bəs eləyər yağın. Qonaq otağı üçün əlverişlidir. Burada mətbəxi təxminə haradasa 14 kvadrata yaxındır. Mətbəxdə pəncərələri geniş, ürək açan. Ağ qapılardan qoyulub, açıq abolardan istifadə edilib, uşaq otağı 9-10 kvadrat. Bəs eləyir. Evin qızdırmalı üçün normaldır. Kombi sistemlərində hamısı ev sahibi çəkilib, yəni özü də qoya bilər özü. Qiymətini danışıqlansıdır. Burada 15-16 kvadratlıq bir yataq otağıdır, geniş yataq otağıdır. Tavanları, görürsünüz, həm də qəşəng sadə yığılıb, çox şit yığılmayıb. Aboylar da açıq aboylardır. Bax, buradan ev daha rahat bilinir, 2 metrliyi də görsən, evdən məsafəsi 2 metrə yaxındır. Burada da yenə
Bir də uşaq otağıdır, 9-10 kvadrat. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. 4 otaqlı evlərdə həmişə 2 dənə otaq ayrı olur, yəni balaca olur. Niyə? Biri qız uşaqlar üçün, bir də oğlan uşaqları üçün. Ayrı-ayrı otaqlar üçün, həmişə otaqlar balaca olur. Bir də yataq otaqda, bir də zaldır. Yataq otaqlarda geniş olur. Bir də burada sanuzeldir, gördüyünüz kimi. Buranın da görürsünüz, aksesuarlar qoyulub. Bir dənə kombinin qiymətini ev sahibindən, qiymətini danışıqdan asılıdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev yenə qeyd edirəm, 91 yoluna da yaxındır, 92-170 marşrutlarına da yaxındır, mərkəzə də, Ağsaray tərəfə də yaxındır. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsini əlaqə saxlayın, evlərin satılmağına köməkli göstərə bilərik. Evin qiyməti də 158.000 manatdır. 2 ailə üçün tam uyğun olan bir evdir. Təmir də gözəl, tikili də gözəl. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.